Salam, hörmətli abituriyentlər. Bu günləri Dövlət İmtahan Mərkəzinin yeni nəşri 20 sınaq test toplusu sınaq 3-ün izahına başlayıram. Sınaq 1 və 2-nin izahlarını paylaşmışam. YouTube kanalında zəhmət olmasa abunə olub fikirlərinizi bildirə bilərsiniz. Səfəvi dövlətinin mərkəzləşmiş yolunda atdığı addım. Səfəvi dövlətinin mərkəzləşmiş dövründə aparan Şah 1-ci Təhmasib Şirvanşahlar dövləti ilə Şəki hakimliyinin özünə asılı vəzifə salmalı idi. Ona görə də burada cavab 1 və 3-dür. 2-yə baxsaq, burada qanunverici məclis olmayıb, məsləhətverici məclis olub. Əmir Ula da ordu başçısı idi bunlarda. Dövlətdə ikinci şəxs, əvvəllər vəkil, sonra isə sədr əzəm olmuşdur. Test 2-yə baxaq. Şah İsmaildən fərqli olaraq Şah Abbas bizdən fərqlini soruşur, oxşarlığı soruşmur. Deməli, bunların hamısı A, C, D, E oxşar xüsusiyyətlərdir. B isə fərqlidir. Niyə? Osmanlı dövləti ilə Şah Abbas sülh müqaviləsi imzalamışdır. Eynər bir diaqramının uyğun bəndi seçək. Deməli, Gəncə xanlığına aid biz buradan götürəcəyik Ziyadoğlunu, D-ni, sonra Bakı xanlığına götürəcəyik C-ni, Quba xanlığı ilə Nicat diplomatiyası vasitəsilə əlaqə yaratmışdır. Sonra Qarabağ xanlığına A-nı götürəcəyik, bir də E-ni götürəcəyik. Bayat döyüşündə qalib gəlməsi, Məlikliklərlə mübarizə aparması. Oxşar xüsusiyyət isə Rus dövrünə düşür. Ruslarla müharibə. 4-də B-dir. Deməli, cavab burada 1-ə D, 2-yə C, 3-ə A, E, 4-də B-dir. 4-cü testə baxaq. 17-ci əsrin 2-ci yarısında Səfəvi dövlətinin ticarət imtiyazları almış dövləti müasir xəritədə müəyyən edilir. Belə deyərdim ki, coğrafi nöqteyi nəzərdən Rusiya dünyada ən böyük ərazi sahib olan dövlətlərdən biridir və xəritədə göründüyü kimi 5-dir. Bu ərazi Türkiyə düşür, sonra bunlar da Avropanın digər dövlətləri, İtaliya, İspaniya və İngiltərə. 5-ci testə baxaq. Uyğunluğu müəyyən edin. Demək, Peterburq müqaviləsinə aid baxsaq, A düşür, 1-ə A deməli. Birə A düşür. Əgər 1-ə A düşürsə, digər biz variantların üzərinə xətt çəkək. Sonra 2-yə baxaq, Bağdad müqaviləsi. Bağdad müqaviləsinə baxanda Osmanlı son 10 ildə işğal etdiyi əraziləri geri qaytarır. Deməli, cavab B variantıdır. 3-ə də Rus tacirlərinə gömrüksüz ticarət imtiyazları bir daha təsdiq edilir. 6-cı testə baxaq. Daha əvvəl baş vermiş hadisəni bizdən soruşur. Demək, Gavdüçan döyüşü 1774, sonra Qarabağ döyüşü 1809, Aslan-Düz Sultanbud döyüşləri 1812-ci illərə aiddir. 1761-ci il demək, Qaraçəmən döyüşü. Cavab burada B variantıdır. 7-ci testə baxaq. Xəritədə ərazisi ulduzla göstərilmiş xanlıq. Bu ərazi Şaman xanlığına düşür. Deməli, burada baxaq testin şərtinə. İlk vaxtlarda ərazisində 2 hakimiyyətli xanlıq olmuşdur. Bəli. Məhəmməd Həsən xan Qacar yürüşünə məruz qalmayıb. Hacı Çələbi asıllığın qəbul etməyib. Urmiya xanlığının asıllığına düşməyib. Qızılqaya xəritədə iştirak etməyib. 18-ci əsrin 20 və 90-cı illərinə baxsaq, deməli, testin şərtində buyurub tərtibatçılar, deməli, Rus qoşunları yürüşünə məruz qalması. Cavab burada A variantıdır, hörmətli abituriyentlər. Həm 20-ci ildə, həm 90-cı ildə Rusların yürüşünə məruz qalıb Azərbaycan. Səfəvi Osmanlı müharibələrinin baş verməsi 20-ci ilə aiddir bu. Xanlıqların meydana gəlməsi 40-cı illərə, Qacarların yürüşünə məruz qalması 90-cı ildə olub, ancaq 20-ci ildə olmayıb. Ölkə ərazisində Osmanlı idarə etməsi isə 20-ci ilə aiddir. 90-cı ilə aiddir. Deməli, cavab A variantı. 1578-90-cı illəri Səfəvi Osmanlı müharibəsinə aid deyil. Deməli, Niyazabad döyüşünün Osmanlı qoşuna məğlub edilməsi, bəli. Krım xanlığı Osmanlı ilə müttəfiq olması, bəli. Sonra Şeybanilərin Səfəvilərlə müttəfiq olması, xeyr. Səfəvilərlə müttəfiq olmayıb.
düşmən olublar, bir-birlərinə hücum etmişdilər. Şah Məhəmməd Xudabəndənin hakimiyyət dövrü 1578, Şirvan Osmanlı qoşununun hücumuna məruz qalması, bu da 15 10 demək 1578-90-cı il hadisələrinə aid deyil. 10-cu testə baxaq. Kirmanşah müqaviləsi, demək xronoloji ardıcıllıq bizdən istənilir. 1732 demək Kirmanşah müqaviləsidir. Sonra Peterburq 1723, Nabur 27, Bağdad isə 1733. Deməli, cavab burada nədir? 2-ni götürəcək, sonra Naburu götürəcək. Kirmanşah Bağdad müqavilələri. Cavab B-dir. 11-ci testə baxaq. Nadir Şahın hakimiyyət dövrünə aiddir. Nadir Şahın hakimiyyət dövrünə biz diqqət eləsək. 1736-1747. Baxsaq, Şəkidə üsyan baş verməsi, deməli 1743. Elə A variantı görsənir. Bağdad müqaviləsi, Təhmasibin Osmanlılara müharibə aparması, Kirmanşah və Rəş müqaviləsini götürür. Nadir bu döyüşlərdə, bu müqavilələrdə sərkərdə kimi iştirak edib, xanlıq kimi yox. 12-ci testə baxaq. Əhalinin, demək Şah 2-ci Abbasın hakimiyyət dövrünə baxsaq. Burada əhalinin siyahıya alınması deyil. Peterburq müqaviləsi 2-ci Təhmasibin dövrünə düşür. Qəsr-i Şirin Səfinin dövrünə düşür. Stepan Razı Süleymanın dövrünə düşür. Şah Süleymanın Rusiya ilə hərbi münaqişələr 1753-60-cı illərdə Rusların bu ərazi iddiaları uğrunda Səfəvlərlə müharibə aparmışdır. 18-ci əsrin əvvəllərində Səfəvə dövlətinin tarixinə aid deyil. Biz burada qeyd elədik, 12-ci testdə bu testlərin əksəriyyəti var. İqtisadi böhran baş verməsi, mərkəzi hakimiyyətin zəifləməsi, əhalinin siyahıya alınması və mərkəzi hakimiyyətə qarşı Çar Balakən üsyanını da götürə bilərik. Baş verməsi. Bura aid olmayan B variantıdır. Bəylərbəylikin ləğv edilməsi. 14-cü testə baxaq. Kirmanşah müqaviləsinin şərtlərinə baxaq. Demək, İrəvan Osmanlıda qalıb. Deməli, Səfəvlərə verilməyib. Azərbaycan ərazisi Səfəvi və Osmanlı dövlət arasında bölüşdürüldü. Bəli. Cavab burada B variantıdır. Azərbaycanın cənub torpağı Osmanlı hakimiyyəti altında qalıb. Cənub Səfəvlərdə qalıb. Xəzər sahili Kürd çayından cənubdakı hissə Səfəvlərə qaldı. Xeyr, şimaldakı hissələr Araz çayından oldu. Kürd çayı və Səfəvi dövlət arasında sərhəd oldu. Araz çayı oldu. Kürd çayı olmadı sərhəd. 17-ci əsrin ikinci yarısında aid baş vermiş hadisəni bizdən soruşur. Deməli, Mərənd sülhü 1-ci yarısına aiddir. Sınıq körpü 1-ci yarısına aiddir 17-ci əsrin. Rusiya Səfəvi münaqişəsinin başlaması 18-ci əsrə aiddir. 18-ci əsrə aiddir. Sonra deməli 17-ci əsrin sonlarına aiddir. Rusiya və Səfəvi münaqişəsinin başlaması 1796-cı il. Deməli 15-də cavab C-dir. Qəsr-i Şirin sülh müqaviləsi 1-ci yarısına aiddir. İrəvanın Səfəvlər tərəfindən də azad edilməsi də bu 17-ci əsrin 1-ci yarısına aiddir. Deməli burada Rusiyanın Səfəvi münaqişəsinin baş verməsi cavab C variantı. 16-cı testə baxaq. Hansı müqavilədə Səfəvlərin itirilmiş torpaqlarının geri qaytarılması nəzərdə tutulmamışdır? Deməli, Rəşd müqaviləsində baxsaq, Gəncə, Kirmanşah, Bağdad müqaviləsində Azərbaycanın tutulmuş torpaqlarının bir hissəsi də olsa geri qaytarılmış. Gəncə və Bağdadda tamamilə Ruslar və Osmanlılar bu ərazidən çıxarılmışdır. Cavab burada D variantıdır. Peterburq müqaviləsində əksinə Azərbaycan torpaqlarını Ruslar işğal etdi. Şah Sultan II Təhmasibin xəbəri olmadan vəzir imzalamışdır onu.
17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edin. Deməli, 1, 16-cı əsrin birinci yarısıdır. 14 də 15-ci əsrin ikinci yarısı. Cavab burada 2 ilə 3-dür. Sonra Muğan qurultayında müzakirə olunan əsas məsələ hakimiyyətə kimin gəlməsi idi? Deməli, Azərbaycan torpaq mərkəzləşdirmə prosesi baş tutmadı. Bu, Muğan qurultayına aid deyil. Deməli, Azərbaycan torpaqların iadəli əsasına düşdü. Artıq belə deyərdim, Muğan qurultayında bu ərazilər, Azərbaycan torpaqları Ruslar tərəfindən və Osmanlı tərəfindən geri alınmışdı həmin torpaqlar. Demək, Səfəvi dövlətinə son qoyuldu. Bəli, Əfşərlər hakimiyyətə gəldi 1736-cı ildə. Demək, cavab D variantı. Əfşərlər də 1736-47-ci illərdir. Daha əvvəl baş vermişdir. Deməli, Qəsr Şirin sülh müqaviləsi 1639, Şəkidə Hacı Çələbin başçılığı üsyanının baş verməsi 1743, sonra Bağdad müqaviləsi 1733, Sınıq körpü döyüşü 1618, 1-ci Abbasın Bağdad tutmağı 17-ci əsrin 20-ci illəri. Cavab burada D variantıdır. 1618 Səfəvi Osmanlı mərhələsinin müharibəsinin 3-cü mərhələsi. 20-ci testə baxaq. İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq. Bax, burada bəzən testlərə şagirdlərimiz çatır. Bax, buna diqqət edirik. Fərqi. Türk mənşəlidir. Bəli, ikisi də. Gürcü qoşunlarına qarşı mübarizə aparmışlar. Bəli. Rus qoşunlarının işğalçı yürüşünə müqavimət göstərmişlər. Bəli. Azərbaycanın ikisi də şimal torpaqlarında idi, şimal xanlıqları idi. Osmanlı dövlətinin həmsərhəd İrəvandır. Gəncə yox. Cavab E variantı. Demək, hadisə nəticələ əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Səfəvilərin arasında birliyin olmaması Çıldır döyüşündə məğlub oldu. Bəli, cavab A-dır burada. Səfəvi Osmanlı müharibəsi, Səfəvilərin paytaxtı Təbrizə köçürülməsi, xeyr, əvvəldən paytaxt Təbriz idi. Şirvanşahların süquta uğranması, Səfəvi dövləti mərkəzləşməsinin başa çatması Şəki ilə başa çatdı. Bundan yox. Şirvanşahlarla yox. Krım xanı Osmanlı dövləti ilə müttəfiq olması Niyazabad döyüşündə qalib gəlmədi. Məğlub oldu Osmanlı. 1-ci Abbasla ittifaqı İspanlarla girməmişdir. İngiltərə ilə girmişdir. Hörmüzün geri almaqdan ötürü. 22-ci testə baxaq. Gülüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqları. Demək, Gülüstan sülhündə şərtində qalan şimal xanlıqları Naxçıvan və İrəvan idi. Cavab 1, 2. Çünki Bakı və Lənkəran Ruslar tərəfindən tutulmuşdur. Amma bu ərazi sərbəst qalmışdır. Quba xanlığına aid olanları bizdən testdə tələb olunur 23-cü testdə. Bəli, Dərbəndin birləşdirilməsi, Qarabağ xanlığının asılı hala salınması, xeyr, asılı hala salınmayıb. Qacarlar Surası tərəfindən idarə olunması, xeyr, olunmayıb. Şimal-Şərq Azərbaycan torpaqlarının birləşdirilməsi, cavab 1 və 4-dür. 24-cü testə baxaq. Demək, 1-ci Rusiya-Qacar müharibəsində baş verilən döyüşlər bizdən tələb olunur. Deməli, bu 1-ci Rus-Qacar döyüşünə aid olan döyüşlərə götürsək Qarabağ, sonra Sultanbud, Aslandüz, Cavanbulaqla Sərdar Abad isə 2-ci Rus-Qacar müharibəsinə aiddir. Cavab 1, 2 və 4-dür. Türkmənçay sülhünün nəticəsini müəyyən edin. Azərbaycan torpağı Rusiya-Qacarlar dövləti 2 hissəyə parçalandı. 1. Sonra ermənilər kütləvi şəkildə bu ərazilərə köçürüldü. 2. Rusiya ilk dəfə Xəzər donanma saxlamaq, xeyr. Səfəvi dövləti arasında Rus tacirlərin görmüşlü ticari hüququ verildi. Bu, bundan qabaq baş verilmişdi onsuz da. Türkmənçay müqaviləsi dövründə Səfəvilərin olan əraziləri ilə birbaşa Rusiyanın tərkibinə keçdi.
26-cı testə baxaraq xronoloji arzu Nadir Şahın elan edilməsi 1700 deməli 36, Bayat Savaşı 1756, Nadir Şahın Hindistana yürüşü 1737, Şah 1-ci Sam Mirzənin üsyanı isə 43-dür. Deməli, biz cavabı burada götürəcəyik 26-cı testdə 1-i, sonra 3-i, deməli 1, 3, sonra 4 və 2. 27-ciyə baxaq, uyğunluğu müəyyən edin. Əvvəl biz buradan 18-ci əsrin aid, 30-cu illərinə aid olan hadisələr tapmalıyıq. Deməli, Şamaxı əhalisinin Ağsu şəhərinə köçürülməsi 1-ə düşəcək D və E. Deməli, 1, 2-yə baxacaq indi. Şirvanşahlar, deməli, Sam Mirzə üsyanları, bəli, 2-yə A. Nabur müqaviləsi 20-ci illərə aiddir. C. 1747-də öldürülməsi. 1-ə D, E, 2-yə A, C. 28-ci testə baxaq. Demə, bu mənbə sualıdır. Mən birbaşa bunun cavabını yazacağım bura. Deməli, biz burada siz videonu saxlatırıb mənbəni oxuya bilərsiniz. Birinciyə düşəcək 28-ci testdə cavab Qarabağdır. 29-cu testdə biz baxsaq, deməli, Qarabağla, belə deyərdim də, məlikçiliklərlə mübarizə aparmaq. Məlikçiliklərlə mübarizə. İkinci, xanlığın ərazisini qorumaq. Elə qorumaq yazdım, biləcəksiniz. 30-da da nə idi? Kürəkə müqaviləsi var idi ki, 1805-ci ildə Qarabağ xanlığı Rusiyanın təsiri altına düşdü. Onun himayəsi qəbul elədi. İkincisi də ki, xanlığın hakimiyyət dövründə həmin xanın nəslindən gələnlər hamısı hakimiyyətdə qalacaq və belə deyərdim də, xarici əlaqələr Rusiyaya aid idi, daxili qərarlar hamısı xanlığa aid idi. Hörmətli abituriyentlər, kanalıma dəstək olun, üzv olun. İnşallah gələn dərs sınaq 4-ün izahını